Lənkəranda 8 noyabr Zəfər günü münasibəti ilə təntənəli Zəfər bayramı qeyd edilib. Lənkəran Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Regional Asan Xidmət Mərkəzinin təşkilatçılığı, Lənkəran Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Xalqın Zəfər Təntənəsi adlı tədbir təşkil olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçıları, icra hakimiyyətinin və digər dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri, Dövlət Sərhəd Xidmətinin en saylı hərbi hissəsinin əsgər və zabit heyəti, gənclər, könüllülər, idmançılar iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi və xalqımızın ümumilli lideri Heydər Əliyevin, eləcə də Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Vətən müharibəsi iştirakçıları 44 günlük zəfər yolumuzla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbir maraqlı çıxışlar və ədəbi-bədii kompozisiya ilə davam etdi. Yığıncaqda çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsi Azərbaycanın milli birliyini və vətənpərvərlik ruhunu misilsiz dərəcədə nümayiş etdirdi. Məhz bu həmrəylik və birlik ölkəmizi qələbəyə, sonra isə bərpa və quruculuq mərhələsində yeni yüksəlişə gətirib çıxardı. Biz bugün zəfərimizin 5 illiyini qeyd edirik. Bir şəhid ailəsi olaraq bu günlər bizim üçün çox çətin olsa da eyni zamanda qürur vericidir. Hər zaman dövlətin qayğı və diqqət mərkəzindəyik. Mən qürur hissi duyuram ki, Azərbaycanın bütöv olmasında, suveren olmasında mənim həyat yoldaşımın da öz payı var. Mayor Agil Əkbərovun oğluyam. Atam vətən üçün döyüşüb qəhrəman olub. Atam və bütün şəhidlərin sayəsində biz qələbə qazandıq. Zəfər gününün 5 illik dönümü münasibəti ilə hamının bayramını təbrik edirəm. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizi can sağlığı versin. Tədbir gənclərin və könüllülərin hazırladıqları bədii hissə ilə davam edib. Eyni zamanda region idmançılarının boks, judo, karate, ağırlıq qaldırma və digər idman növləri üzrə nümunəvi çıxışları izlənilmiş, gənc rəssamların əl işləri və sənətkarlıq nümunələri nümayiş etdirilib. Əyyub Türkay, Könül Həsənova, Elviz Nəsirli, Lənkəran.